Hər kəsə salam dostlar, kanalıma və videoma xoş gəlmisiniz. Bu vlogda məktəbin ilk gününü necə keçirdiyimi izləyəcəksiniz. Saat səhər 7:25 kimi oyanıram. Əslində gördüyünüz kimi oyana bilmirəm, gözlərimi aça bilmirəm. Əslində axşam planımı yaxşı qurmuşdum. Tez yatıb tez oyanacaqdım, amma alınmadı. Səhər də görürsüz, hava çox qəşəngdir, yavaş-yavaş günəş doğur. Və kombinimi göstərirəm. Təbii ki də forma geyinirəm. Burada da üzümü yuyuram. Mənim bu köpüyə olan bağımlılıq şaka mıdır? Sonra da ac olmadığım və səhər bu qədər tez nəsə yeməyə alışıq olmadığım üçün biraz Nesquik yeyirəm və çay içirəm. Daha sonra saçlarımı darayıram, aksesuarımı falan göstərirəm sizə. Belə minik bir bakım eləyirəm. Əl kremimi də vurduqdan sonra yeni corabımı açıb sizinlə birlikdə geyinirəm. Dedim qoy hazırlaşdığım hər anımı sizdə görün. Ona görə buralarda çəkmişəm. Corabım da bu arada bayağı uzun çıxdı. Keçənkilər qısaydı. Amma bu bayağı uzun oldu. Sonra da yeni ayaqqabılarımı geyinirəm. Bu arada mənim fərqli bir bağcıq bağlama yöntəmim var. Gördünüz. Kiməsə maraqlı gəlsə, bu arada başqa bir vlogda göstərə bilərəm necə bağladığımı detaylı şəkildə. Mən də bunu əslində bir videodan görüb öyrənmişdim. Amma hardasa 4 ildir falan belə bağlayıram. Artıq mən çox asan gəlir, amma videoda özümdə baxdım, biraz qəribə görünüb. Geyindim, sonunda bitirdim. Kombinimi də belə göstərim. Belə. Daha sonra anam termosuma çay doldurur, verir, qoyuram çantanın kənar hissəsinə. Son dokunuşları da əlavə eləyirəm. Vücud spreyi, üstünə də bu fərmuarlı hırka kimi şey geyinirəm. Pencək. Nə deyirlər buna bilmirəm. Mənim cahillik səviyyəsi. Sonra da axıllı saatımı taxıram. Bu arada bunu yeni almışdım və qurulumunda yeni eləmişəm. Necə qurduğumuzu falan paylaşacağam sizə qısa video olaraq. Və o qədər yavaş-yavaş hazırlanıram ki 7:55 olur. Daha sonra kombinimi də son dəfə belə bir çəkirəm. Və bəli, gedirəm. Sağ olun. İkinci gün, məktəbin ikinci günü saçımı necə eləmişdim, necə hazırlamışdım, onu da sizə birazcık göstərmək istədim. Çünki ilk gün elədiyim saç modeli bayağı sadə oldu, sadəcə hörük eləmişdim. İkinci gün isə daha fərqli, maraqlı bir model elədim. Ona görə istədim ki, siz də görəsiniz. Burada axşamdan hördüyüm hörüklərimi açıram. Hörüklərimə də Temudan aldığımız bu qızılı aksesuarlardan taxdıq anamla. Bunların adı nə idi bilmirəm, yadımdan çıxdı. Aralarında belə kurdeleli olan falan da var, amma mən ən çox 30 gül formasında olanı sevdim. Amma da talihsizliyimlə məktəbdə düşüb itdi. Və bu arada ikinci gün digər ayaqqabımı geydim, belə hazır oldum, getdim. Dostlar, saat 13:18-dir və mən məktəbdən qayıtdım. Birazdan yemək yeyəcəm, indi gedib əlimi özümü yuyacağam. Paltarlarımı falan dəyişəcəm. Nə kombinləsəm sizə də göstərəcəm. Daha sonra da axşama qədər yenə nə eləsəm siz də görəcəksiniz. Gördüyünüz kimi məktəbdən qayıtdım və əynimi dəyişirəm, belə bir kombin elədim. Daha sonra bu kitabı göstərim sizə. Mən indiyə qədər heç belə qalın kitab oxumamışam və qalın kitablardan da çox da xoşum gəlmir. Amma bu kitabı 1-2 gündə elə-belə azar-azar oxumuşam, 20 səhifəsini falan və maraqlı bir kitaba bənzəyir. Ona görə bunu axşam oxumağı planlayıram. Belə bir kitabdır. Yuxu aləmi. Daha sonra günortadan sonra axşama doğru anamdan sufle eləyirik və dadım bəyəndim, qəşəng oldu. 17:15 olur və mən marketə gedirəm. Özümə axşam yeməyə popcorn falan bir şeylər alacağam. Burada birazcık üzümü göstərim dedim. Qayıdıram və belə popcorn falan aldım. Anam da mənim ən sevdiyim şirniyyat olan adın tombik kökələr qoyduğum bu şirniyyatdan bişirir. Səhər məktəbə gedəndə falan yeyirəm. Anam bişirdiyi şirniyyatlar bayağı dadlı olur məncə. Mən çox sevirəm. Sonra özümə kofe falan eləyirəm. Oturub ilk gündən verilən dərslərimi eləyirəm. İngilis dili, riyaziyyat falan eləmişəm. Amma burada deyəsən sadəcə ingilis dilini göstərirəm. Qələmlərimi falan yığışdırıram. Belə.
Artıq axşam olur və anamgilin yeməkləri də hazırdır. Burada sizə göstərirəm, amma çox da kaliteli çıxmıyor, üzürlü sayın. Uzaq şehrində başlaması həyəcanı ilə tələsik yeyib bitirirəm və Uzaq şehir başlayır. Bu arada mənim favori dizimdir. Hər bazar ertəsi axşam keyif çatıram Uzaq şehirə baxıb. Sonra aldığım popkornu yoxlayıram burada. Açaq görək necədir. Şu an canım popcorn çəkdi və evdə heç bir şəkildə yoxdur. Bayağı qəşəng idi bu arada. Burada da bəyənirəm zaten. Sonra bayaq sizə göstərdiyim kitabı oxumağa başlayıram. Yəni çəkilirəm köşəmə və mənim kafa dinləmə saatim. Sonra günlük yazmağa başlayıram. Bu arada hər gecə yazmıram, amma yadıma düşəndə yazıram. Təbii nə yazdığımı göstərməyəcəm və bu da əvvəllər çəkmiş olduğum bir qız şəkli göstərim dedim. Deməli, artıq axşam oldu və mən məktəbdən gələndən sonra sizə çox da çəkmədim. Marketə falan getdim, biraz oralar çəkdim. Çünki bu video daha çox hazırlaşma, get ready with me temalı olsun istəyirdim. Ona görə səhər hazırlaşanda nələr elədimsə, onları göstərdim. Ümid edirəm ki, video maraqlı oldu və xoşunuza gəldi. Əgər bəyəndinizsə like atmağı, kanalıma abunə olmağı və videonun bağlantısını kopyalamağı unutmayın. Yəni qısacası mənə dəstək olsanız çox sevinərəm. Sizi çox sevirəm. Nə yaxşı ki, mənim takipçilərimsiz hər videomda deyirəm. Sizləri həqiqətən çox sevirəm. Takipçim az olsun, çox olsun fərqi yoxdur. Siz mənə dəyər verirsinizsə, onsuz da mənim dəyərlimsiz. Sağ olun.